Hər vaxtınız xeyir xanımlar. Bu videoda maraqlı hərflərimiz var. Keçək bəylərimizi mikroskop altına qoyub analiz etməyə. Gəlin görək bu kişilər bizi sevirmi, yoxsa başımızı qatır. Əgər bəyinizin adında M hərfi varsa, məntiqli, məşğul və biraz maraqçıdır. M kişisi planlı və məntiqlidir. Onun üçün hər şeyin bir qaydası olmalıdır. Sevgi də, həyat da. Səni sevirsə, bunu hərəkətlərlə göstərər. Amma hər dəqiqə səni sevirəm, eşidəcəyini gözləmə. Bu kişilər çox məşğul görünər. Bəzən sənin üçün vaxt tapma kimi hiss etdirərlər. Amma əslində səni qorumaq üçün çalışırlar. Onlarda biraz nəzarətçi ruh da var. Nə geyindin, kimlə danışdın, maraqlanmaqla yanaşı səninlə maraqlanmaq istəyirlər. Amma M kişisinin bir güclü tərəfi də var ki, o da etibardır. Əgər sən onun etimadını qazanırsansa, bu kişi ömrünün sonuna qədər sənindir. M kişisi az danışar, çox düşünər. Amma səni seçdisə, boş yerə deyil. R hərfi ilə başlayan bəy romantikdir, yoxsa realist? R kişisi emosiyanı çox hiss etsə də göstərməz. Onun üçün sevirəm deməkdən çox, sənin üçün bunu etdim vacibdir. O realistdir, yəni həyatdakı problemləri romantik toxunuşlarla deyil, planla həll etməyə çalışır. Əgər bu kişi səninlə evlidirsə və sakitdirsə, narahat olma. O sənə çox dəyər verir. Sadəcə romantikanı Hollywoodda qoyub gəlib. R kişisi həm də rəqabətçidir. Bəzən sənə də psixoloji oyunlar oynaya bilər. Yəni, sən onunla maraqlanmayanda, o da səninlə maraqlanmaz. Amma əsas xüsusiyyəti səbirli və möhkəm dayaqdır. Qadına qarşı məsuliyyətini bilir. R kişisi romantik görünməz, amma sənə real dayaq olar. X hərfi ilə başlayan bəy xəyalpərəst, xüsusi, amma biraz da xəta doludur. X kişiləri az tapılır. Bu hərflə başlayan adlar çox yayğın deyil, amma varsa fərqlidirlər. Bu adamlar biraz xəyal dünyasında yaşayırlar. Onlarla ünsiyyət qurmaq maraqlıdır, amma bəzən bu hara baxır belə deyərsən. Onlar orijinal, öz fikri olan unikal insanlardır. Sadəcə bir problemi var. Bəzən reallıqdan uzaqlaşırlar. Sevgidə çox verici, amma biraz da qərarsız ola bilərlər. Bugün səni daşıyar, bir gün özünü itirər. Onu idarə etmək çox çətindir, amma qəlbini qazanmaq çox şeyə dəyər. Çünki sənə baxışları ilə danışan bir kişidir. Xəyal kimi görünər, amma doğru qadınla xəzinəyə çevrilər. Bugün M, R, X kişilərini biraz daha yaxından tanıdıq. Əgər bu hərflər yoldaşınızın, bəyinizin adında varsa, şərhlərdə yazın görək neçə nəfərimiz eyni dərd çəkir. Abunə ol, bildirişləri aç və unutma. Hər bir hərfin arxasında bir sir yatır. Mən isə onu sənə açmağa hazıram. Gələn videoda görüşənədək hələlik.